Salam hörmətli izləyicilər, sizlə yenə Aqil Rəhimovdur. Sizi bir xatadan qorumaq istəyirəm. Bax, yolun ortasında oğlan dayanıb qoşa xəttin üstündə, əlbəttə qaydaları pozur, piyada keçidindən keçmir. Xata ondan ibarətdir ki, və yeni sürücülər, yeni sürənlər deyə bilər, Aqil müəllim, ağ oldu da, bunun nə xatası var? Üzü axı bizə tərəf deyil. Xata ondan ibarətdir ki, həmin bu oğlan qarşıdan gələn maşınlardan qorxaraq, siz onun yanından keçəndə bir adım geri çəkilə bilər və təkərin altına düşə bilər. Burada ondan qaçmağa, sağa qaçmağa, 1 metr qaçmağa yeri olmadığına görə sürət aşağıda və tələb edirəm ki, ayağın tormuzda olsun. Tormuzda olsun ki, həmin insan bir adım geri atsa, təkərinizin altında qalmasın. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.